Bu sparjadı indi sezonudur. Qulançar deyirlər, asparagus gedir. Türklər də kuşkonmaz deyir. Tərəvəzdir, mövsümü tərəvəzdir. Mədəni forması da var, bundan nazikləri də var. Bunlar elə bil ki, Parnikova formasıdır, amma bundan nazikləri də var, rəngi qırmızı olanlar da var. Başı da biraz böyüyəndən sonra, hətta baş tərəfin, qəbələ tərəfdə arabaya da qoyurlar. Çox xeyirli bir tərəvəzdir. Adətən steyklərin, ət yeməklərin yanına əvəz olunmaz. İndi deyəcəksiniz ki, mövsümüdür. Bəs sonra necə? Qışda. Qışda da donmuş halda, vakuum şəraitində dondurulur, şok şəraitində dondurulur, yəni vitaminləri ölməmək şəraitində, yaşıllığın saxlamaq, mineralların saxlamaq şəraitində dondurulur və qışda da ilin bütün fəsli də istifadə olunur. Suplara da istifadə edə bilərsiniz. Əsas dekor kimi istifadə olunur. Rayon yerində bunun doğrayıb bizi spanaq kimi çığırtma eləyirlər. Tavada qovurub qatıqla, sarımsaqlı qatıqla, rayonlarda mən görmüşəm, elə də yeyirlər. Yəni satışda hər yerdə var, bunun biraz nazikləri də var. Biraz qırmızımtıl rəngi də var. Bilmirəm nə deyirlər, qatığın quyruğudur, amma mən sizə qatır quyruğu, mən sizə kuşkonmaz türkçə dedim, rusca sparjadır. Latın dilində menyuların üstündə asparagus yazılır. Ona görə yəqin ki, dağlı dilində də bilmirəm, inşallah gedəndə Qubada işləyəndə yəqin mənə deməyiblər, yəqin ki, deyərdilər.